Qurbanzadə Cavad Yəhya oğlu, övladlarından xatirə. Cavad Yəhya oğlu Qurbanzadə, dostlarından xatirə. Qəbristanlıqda bir adamın adına 2 məzar var. Bura Mingəçevir şəhərindəki kənd qəbristanlığı adlandırılan məzarlıqdandır. Qəbristanlıqda çalışan işçilər, həmçinin din xadimləri ötən gündən bununla bağlı xəbərlərin yayıldığını bildirdilər. Həmin şəxsin qəbrini tapıb, Cavad Qurbanzadənin bir-birindən bir neçə metr məsafədə 2 məzar daşının olduğuna şahid olduq. Mərhum Cavad Yəhya oğlu 2023-cü ildə 57 yaşında vəfat edib. Onun qəbir daşlarının birinin üzərinə övladlarından, digərinə isə dostlarından xatirə yazılıb. Bir şey mənim diqqətimi çəkdi. Dostlarından xatirə belə bir söz var. Ola bilsin ki, dostları bunu edibdilər. Yəni bu İslam baxımından bir düzgün məqbul olunan bir şey deyil ki, bir qəbirstanlıqda bir nəfərin 2 qəbir mövcud olsun. Allah rəhmət eləsin. Eşitmişik, amma da bilmirəm qəbrin harda olduğunu. Yəni əslində dinimizə görə bəli, bir adamın bir dənə qəbir daşı, bir məzar olmalıdır da. Yəni ikincisi düzgün deyil. İndi bilmirəm bunun yanlışlıqla qoyulublar yoxsa nə tərsə də səhv düşübdür. Amma dünən də gəlmişlər, elə bir söz dedilər ki, burada bir adamın 2 yerdə məzarı var, qəbri var. Dedilər ki, birini ailəsi qoyubdu, o birisini də dostları. İndi o yenə deyirəm ki, ola bilər ki, yanlışlıq ola bilər. Biri o birisindən xəbərsiz eləyibdir, ya qəbri səhv salıblar, yerini səhv salıblar, elə bir şey ola bilər. Mingəçevir Bələdiyyəsi Dəfn Mərasimləri Xidmətinin kənd qəbristanlığı üzrə nümayəndəsi Kamil Hüseynov isə məsələnin araşdırılacağını bildirdi. Ola bilər daşda anlaşılmazlıq olar. Kimsə şəkil gətirib, amma ola bilməz ki, bir qəbir bir adam ikilən başdaşı. Buna tər olur, dirildi bu. Bunun dövlət vəsiqəsini alırıq vəsiqəsini. Bir öldü, vəsiqəsi dövlətə təhvil verilir. Bunu təzə manitə gətirə bilir o. Son olaraq hansı tədbir görüləcək? Görüləcək ancaq yəsin tapmaq, bir də başdaşı, maraqlanır kim qoy bu daşı. 2 məzarı olan şəxsin illər əvvəl ailəsində faciə yaşandığı da bildirilir. İddialara görə onun atası Yəhya Qurbanzadə 1987-ci ildə həbsdən çıxdıqdan sonra həyat yoldaşı və oğlu Cəmili gecə balta ilə qətlə yetirib. Ailə faciəsinin səbəbkarı olan Yəhya ömürlük həbs cəzasına məhkum edilib. Məlumata görə faciə günü ailənin digər övladları Cəlal və haqqında danışılan Cavad həqiqi hərbi xidmətdə olublar. Sağ qalmış 3 qardaşdan biri Rusiyanın Tula vilayətində, digəri həbsxanadadır. Cavad Qurbanzadə isə xəstəlik səbəbindən dünyasını dəyişib.